Salam aleyküm beyler. Bugün üçüncü videomuzu seçirik. İkinci videoya heç yaxşı bəyənəcəm. Yəni yorumlayacağım, bəyənəcəm. Bizdən ama yorum bəyənəcəm. Hər neysə, brat, yorum, bəyəni atıp takip atmağı yaddan çıxartmayın zəhmət olmasa. Təzə başlayırıq. Heç olmasa qalxış göstərək videomuza. Brat, bugün birinci videodakı kimi part 2-sini çəkirik. Butonu necə qaldırmaq lazımdır. O biz birinci videoda başa salmışam, indi daha yaxşı başa salacağam. Biraz da yaxşı başa düşün. Bura kafa atmaq üçün butonun yeri lazımdır. Butonun yeri necə düzəldə bilərsiniz? Bu gün açıq şəkildə göstərəcəm bunu. Yəni butonu da göstərəcəm, hər şeyi göstərəcəm. Məsələn, deyək ki, durursunuz burada, bura, butonu qaldırırsınız. Bax görürsən, buton adamın başından yuxarıya qalxır. Görürsünüz? Bu aym nöqtəsi var, kırmızı nöqtə. Kırmızı nöqtə var, bu. Kırmızı olan var, bu. Qapıya qoyduğum ağ nöqtə var, onu deyirəm. Bəziləri bilmir ayın nədir. Bunu qaldırım, bax indi full baş tutur. Bunu düzəldim məsələn də indi. O baxdan düzəldək. Bunu da qoy 51, buton qoyaq bura. Buton qoydum bura. Bax buton yeri səhvdir. Görürsüz? Buton qaldırıram, adam başına dəymir, nə bədəninə dəymir. Buton qalxır. Bir yoxlayırsınız buton yeri. Sizin əlinizə rahat olmağına görə yox ha. Düzgün olmalıdır. Butonu qaldıranda baş getməlidir. Ancaq baş hizasında qalmalıdır. Nə bədəndə olmalıdır, nə də başdan yuxarı qalxmalıdır. Qırmızı nöqtə, aym nöqtəsi. Ona görə də buton yerin əlinizə görə yox, baş atdığınız yerə görə qoyun. Bəziləri deyir, qaqa mən burada rahat oynayıram. Bura qoyur. Bunu götürür qaldırır. Baş atmır, deyir niyə baş ata bilmirəm. Məsələn mən butonumun yeri bura. Hərənin öz buton yeri olmalıdır. Mən butonu bir cürə qaldırıram. Məsələn, Ali başqa cür qaldırır, Renat başqa cür qaldırır. Hərə bir cürə qaldırır. Ona görə də sizin özünüzə məxsus buton qaldırma yeriniz olmalıdır. Məsələn, mən bura qoyuram, mənə bura rahatdır. Həm də ki, full baş atıram, bax. Görürsünüz? Bayaqçına baxın, indikinə bax. Fərqi görürsünüz, ha? Atdığım baş, tullananda da baş atıram, nə bilim, oturanda da baş atıram. Yerimdə diyanı furanda da baş atıram. Görürsünüz, hiylə kimidir, brat. Butonun yeri hiylə kimidir. Qaldı hassasiyyətə. Hassasiyyət videosu da istəsəz, yorumlara çox gəlsə, hassasiyyət necə düzəldirlər. Onun da videosunu çəkəcəm, part 1-i. Qısa hamısını bir başa salacağım sizə. Ona görə də takip atıb, bildirimlərin tümünü eləyib, bir dənə də xayb işarəsi var. Like eləyirsiniz, sonra xayb atırsınız. Xayb da atsanız çox sevinərəm də. Option butonu yerin qoydun, baş atırsan və salamda bura. İndi keçirsiniz butonu qaldırma tərzinə. Bax, buton qaldırma tərzi. Adam birinci videoda başa salmışdım, yenə başa salıram. Adam sola qaçırsa butonu belə qaldırırsınız. Bax, bunu öyrəşin, bax, bura. Bax. Bu hərəkəti öyrəşin. Gözünün bir dənə burada açıq şəkildə göstərdim sizə. Butonu belə qaldırırsınız. Bax, adam sağa tərəf qaçırsa butonu belə qaldırırsınız. Aşağıdan sağ yuxarı. Adam sola tərəf qaçırsa əksinə belə qaldırırsınız. Tullanı furanda. Qaydı. Tullanı furanda fərqlidir. Belə qaldırmırsınız. Tullanı furursunuzsa bura, butonu düz bərəmdüz qaldırırsınız. Düz bərəmdüz göyə. Oturup furanda da ürəyiz istədiyi kimi qaldıra bilərsiniz. Prosto bu qırmızı nöqtəni elə eləməlisiniz ki, adam başında diyansın, başı üstüyüz. Oturup vurmaq biraz çətindir. Amma randomu çox qəşəngdir. Oturup vurmağın randomu çox qəşəngdir. Baş ata bilmirsə, random vurmaq istəyirsinizsə, oturup vursaz, yəni 100% baş gedəcək. Çünki randomu çox gözəl. Deməli brat, baş atmanın ikinci üsulu, daha rahat baş atmanın ikinci üsulunu göstərirəm. Bu güllə dəyişmə butonu var ha. Bax yuxarıda, sol üstdə. Bax o hər şeydir bura. Biri var, məsələn, vurdun, əlini silah buraxdın, yeridin, təzən bir də vurdun. Əlini buraxdın, yeridin, təzən bir də vurdun. Biri də var ki, bura sən bunu eləyənə qədər mən güllə dəyişib 2 dəfə vururam sənə. Sən elə bil ki, bir güllə vurana qədər mən ikisini ucu vururam sənə. Yəni sən 10 güllə atsan, ehtimal var. Bunun 5-i başlayacaq. 10 gülləni kim tez atsa, kim tez 10 güllə atsa, yəni biri var sən 5 güllə atasan, onun bir ikisi başlayır. Biri də var qabağındakı 10 güllə atır. Onun 10 güllədən uzağı ikisi sənə başıva dəyəcək də, başa düşdün. Sən bunu belə oynasan, qabağındakı adamla belə oynasa, təbii ki, qabağındakı adam səni vuracaq. Onun baş atma ehtimalı daha çoxdur. Niyə? O sizdən daha çox güllə atır. Bu da part 2-si idi videonun. İndi elə belə bir dənə video qoyacağam, arxasından mahnı oynayacağım.
Butonu da elə belə o farklı qoyuram ki, görəsiz. Butona baxarsınız o videoda. Keçək o videomuza, ondan sonra da videonu sonlandıracağım. Yəni belə videoların gəlməsini istəyirsinizsə, bura bəyən atın, takip eləyin, like atın, yoruma yazın ki, hassasiyyət düzəltmə videosu da gəlsin. İndi butonu öyrətdim, gələn səfərdə hassasiyyəti necə düzəldilər onu öyrədəcəm. Davay keçdik videomuza. Head there.